ədədin cəmi 320-dir. Birinci ədəd ikincidən 2 dəfə az, üçüncüdən 5 dəfə çoxdur. Bu ədədləri tapın. Hər zaman, həmişə dəfə azla dəfə çox gördünüzsə, ikisi də bir yerdədirsə tapşırıqda, ən birinci başlayırsınız dəfə çoxu düzəltməyə. Birinci yazırıq, ikinci yazırıq, üçüncü yazırıq. Birinci ədəd üçüncüdən 5 dəfə çoxdur. O zaman üçüncü x-dırsa, birinci 5x-dır. Amma ikincidən 2 dəfə azdır. O zaman ikinci neçə olacaq? Kim deyər? Birinci ikincidən azdır. 2 dəfə azdır. 3x. Xeyr. Neçə dəfə az? 10x. Bəli, 10x. 10x. Sözlərinə diqqət edin. Deyir, birinci ədəd ikincidən azdır. İkincidən azdır. 2 dəfə azdır. Yəni 5x hansı ədəddən 2 dəfə azdır? 10x-dan, düzdür? Ona görə ikinci olacaq 10x. Bunların cəmi də 320-yə bərabərdir. Buradan elə rahat şəkildə həll edirsiniz. 5x, 10x, x-in cəmi 16x 320-yə. X də buradan 20-yə bərabərdir. Sonra gəlib yerinə qoyursunuz. 5-i 20-yə vururuq. Bura eləyir 100. 10-u 20-yə vururuq 200. Burada eləyir 20. Başa düşdünüz? Deməli, bir dəfə eyni şey deyil. Bir dəfə də deyirəm, baxın. Kameranı açıq qoyun. Dəfə azla dəfə çoxu bir yerdə verdisə, hardan başlayacaqsınız Məlahət işləməyə, tapşırıq işləməyə? Hardan başlayacaqsan? Dəfə çoxu. Dəfə çoxu eləməklə başlayacaqsan. Deyək ki, birinci ədəd üçüncüdən 5 dəfə çoxdur. O zaman birinci 5x-dır, üçüncü x-dır. Sonra birinci də indi keçirik digər hissə. İkincidən 2 dəfə azdır. Buranı eləyirik. O zaman birinci azdırsa, ikinci 5 dəfə çoxdur da. İkinci 10x yazacaq.